Allah Teala Şura suresi 30. ayette buyurur ki: وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Başınıza gelen her bir musibet kazandığınız günahlara göredir. Yani Allah Teala yine çoxundan keçir. Yani her günaha göre musibet göndermiş. Yani her günaha göre dünyaya elə gəlir ki, musibet gönderilseydi, yer üzerinde canlı belə qalmazdı. Yani Allah Teala beyan edir ki, kullara, insanlara üz veren musibetler, belaların səbəbi günahlar ve asiliklerdir. Yani Allah Teala insanlara əzab vermek istəmir. Allah Teala kulları üçün xeyir istəyir, onların səadətini istəyir. Onların dünya ve ahiret kurtuluşunu istəyir. Allah Teala'nın bize ihtiyacı yoktur ve bizim əməllərimizə de ihtiyacı yoktur. Bizim ibadetlerimize, namazlarımıza, oruçlarımıza Allah Teala'nın ihtiyacı yoktur. Yani bu əməllər insanların özləri üçündür. Allah Teala onların hamısını sayır ve sonra tam şekilde karşılığı verilecektir. Necə ki ilahi hədisdə Allah Teala buyurur: İnnemâ hiye a'malukum, bu sizin əməllərinizdir. Uhsîhâ lekum, yani sizin için onların her birini sayıram. Thumme uveffikum iyyâhâ, ve sonra onların karşılığı tam şekilde verilecektir. Yani Allah Teala'nın kullara ihtiyacı yoktur. Necə ki Allah Teala buyurur: İn tekfuru fe innallaha ghaniyun ankum. Eğer siz küfretseniz Allah Teala'nın size ihtiyacı yoktur. Ve la yarda li ibadihil kufur. Allah Teala insanların küfretmesine razı kalmır. Ve in teşkuru yardahu lekum. Eğer siz şükretseniz Allah Teala sizin için buna razı kalır. Yani kulların şükretmesini, ibadet etmesini istəyir. Ve hemçinin başka ayette buyurur: "Ma yef'alullahu bi'azabikum in şekertum ve amantum ve kanallahu şakiran alime." Yani Allah Teala'nın size əzab verməsi nəyinə lazımdır? Eğer siz şükretseniz ve iman getirseniz. Ve Allah Teala şükreden ve her şeyi bilendir. Yani Allah Teala kulların ettiği əməlləri mükafatla karşılayandır. Hatta insana ettiği əməl az olmasına bakmayarak Allah Teala onu büyüdür ve büyük şekilde mükafatını verir. Allah Teala kullarını emirler, qadağalarla imtihana çekmiş ve görmek istəyir ki, onlardan kimi Allah'ın emrine icabet edir ve kim emrine karşı çıkır, inatkarlık edir. Ve burada da buna xələl getiren günahlardan, ki günahlar ve asilikler ne kadar insan üçün təhlükəlidir, bundan danışılacaqdır. İnsanların məişətinə, yaşayışına zərəri vardır. Günahların, asiliklərin zərərləri olduqca çoxdur. Hatta İbn-i Qayyim rahimehullah bu barədə geniş bir kitab yazıb ve sadece kısaca olarak toxunacaq ve həmçinin müalicəsi hakkında, yani ola bilsin bunun müəyyən faydası olsun. Həqiqətən günahların ve asiliklərin zərəri çoxdur ve onlardan misal olarak insanın qəlbində nurdan məhrum olması. İnsanın qəlbində bir nur olur ve günahlar, asilikler ise o qəlbdə olan nuru söndürür. Necə ki İmam Şafii rahimehullah deyir ki: "Şəkavtu ilə vaki'in su'a hifzi fa'arşədəni ilə tərkil ma'asi." Ben Vaki müəllimi olub, müəlliminə şikayətlənir hafizəsinin zəifliyindən ve o ise məni günahları tərk etməyə yönəltdi. Və axbarani bi'annel ilmə nurun, ve mənə xəbər verdi ki, bildirdi ki, elm bir nurdur. Ve nurullahi la yuhdə lil asi, ve Allah'ın nuru da asi olan, Allah'a karşı çıkan günahkar insana verilmez. Yani kim günahlara cüretle yönelerse
o günahlar insanın qəlbində olan o nuru, Allah'ın nurunu söndürür. Yani bu günahlar yani çoxaldığı zaman, birbirinin üzerine toplandığı zaman hatta insanın qəlbini kör edir. Bəsirəti kör olur. Ve bundan sonra qəlb çevrilmiş bir kasa kimi olur. Necə ki bu hədisdə gəlir. La ya'rifu ma'rufan ve la yunkiru munkara. Ve bundan sonra ne yaxşını bilir, ne də pisi inkar edir. Yani günahlar o qədər çoxalır ve qəlbi qaraldır. Ve Peygamber sallallahu aleyhi ve sellem onu odda yanmış, qaralmış bir kasaya bənzədir. Çevrilmiş. Yani kasa belə olduğu zaman töksən bir şey qalır özündə. Ama sen bu altdan ne kadar töksən heç də saxlamır. Və həmçinin və qəlb də o vəziyyətə düşdükdən sonra yəni heç nə təsirlənmir. Yani mucizeler, Kur'an, zikirler ve sonra bu ayəni oxuyur. Kəllə bəl rana ala qulubihim ma kanu yeksibun. Xeyr, onların kazandığı günahlar onların qəlblərini qaplamışdır, bürümüşdür, örtmüşdür. Necə ki o dənizdəki daşı mamır, yəni örtdüyü kimi ve günahlar da çoxaldığı zaman qəlbi artıq o cür bürüyür, qəlb paslanır. Bundan sonra insan artıq təsirlənmir, faydalanmır. Deməli, günahlar bu cür bir-birinin üzərinə toplandığı zaman, çoxaldığı zaman qəlb kör olur, haqqı görə bilmir, haqqı tanımır, haqqı sevmir ve haqqa boyun əymir. Ve bu da büyük cəzalardan sayılır ve həmçinin təhlükəli cəzalardan sayılır, Allah korusun. Ve Peygamber sallallahu aleyhi ve sellem bir hadisinde buyurur ki tu'radul fitanu alel kulubi ka'ardil hasiri uden uda. Fitneler qəlblərə həsirin çubuqları kimi bir ərz olur. Yani bir artıq fitneler qəlbə yerləşir. Feyyuma kalbin uşribəhə. Hansı qəlb onu kabul ederse nukitet fihi nuktetun sevdə. O qəlbə bir qara nöqtə düşər. Və eyyuma kalbin enkaraha. Hansı qəlb o fitne geldiği zaman onu inkar ederse nukitet fihi nuktetun beyda. O qəlbə ağ nöqtə düşər. Hatta tasirul kulub ala qalbeyni. Hatta qəlblər iki qəlbə çevrilir. Bir var ağappaq qəlb. La tadurruhu fitnetun ma dametis semavati vel ard. Göyler ve yerler durdukça o qəlbə fitneler zərər toxundurmaz. Ve bir de ikinci qəlb ise odur ki asvat, qara, murbət, kəlkusi mucəxiyyə, odda yanmış, qaralmış, çevrilmiş kasa kimi la ya'rifu ma'rufan və la yunfiru munkara. Ne yaxşını bilər, ne de pisi inkar eder. Ve bir qeyd də gəlir ki, yalnız nəfsinə uyğun gələndən başqa, hətta bir şey inkar ettiği zaman da görürsən ki Allah üçün yox, nəfsinə görə eder. Ve beləliklə günahların zərərləri oldukça çoxdur. Ve həmçinin o zərərlərindən biri de odur ki insanın qəlbində olan qeyrətin ölməsinə səbəb olur. Qeyrət də, qəlbdə olan qeyrət insanın bədənində olan təbii hərarət kimidir. Qəlbdə də bir həyat ola bilməz, qəlb qala bilməz, yaşaya bilməz. Bu təbii hərarət olmasa, hansı bədəndə olan təbii hərarət olmasa. Ve buna göre görürüz ki ölen insan artık onun bədəni soyuyur. Ve soyuq bir bədənə çevrilir ölen insanın bədəni. Ve həmçinin də qəlbdə olan qeyrət də onun hərarəti kimidir. İnsan günahlara düştüğü zaman ve günahlarda ısrar ettiği zaman, devam ettiği zaman ve artık bu hərarət ölür. Ve bu qəlb ölü qəlbə çevrilir. Allah korusun. Ve insanın da əsas sərmayəsi Allah'la görüştüğü zaman
sağlam qəlblə qarşılaşmasıdır. Çünki qiyamət günü insana fayda verən sağlam, salamat qəlbdir. Allah Teala öz kitabında İbrahim peyğəmbər haqqında xəbər verərək buyurur ki: وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ. İbrahim əleyhissalam dua edərək deyir ki, ey Rəbbim, qiyamət günü məni rüsvay etmə. Qiyamət günü məni rüsvay etmə. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün ki, insana nə mal dövləti, nə də oğul uşağı fayda verəcəkdir. İllə mən ətəllaha bi qalbin səlim. Yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Deməli, o gün insana nə mal dövləti fayda verir, nə oğul uşağı fayda verir. İnsana fayda verən salamat qəlbdir. Yəni, insan da onun üçün çalışmalıdır. Qiyamət günü ona fayda verəcək bir şey üçün. O da salamat qəlbdir. Səlim qəlb, yəni salamat qəlb. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hətta duasında keçirdir ki, Allahümme inni əs'aluka qalbən səlimə. Allahım, mən səndən səlim qəlb istəyirəm. Səlim, yəni salamat. Deməli, insan qəlbini təmizləməlidir. Ən birinci şirkdən, tövhidə zid olan şirkdən təmizləməlidir. Qəlb salamat olsun və həmçinin sünnəyə qarşı olan bidətdən təmizləməlidir və həmçinin ixlasa qarşı olan havadan, yəni nəfsi israfdan insan qəlbini təmizləməlidir və eyni zamanda zikrə qarşı olan qəflətdən qəlbini təmizləməlidir. Yəni zikir qəflətin əksidir. Qəflət zikrin əksidir. İnsan zikr edirsə, yəni qəflətdən çıxmış sayılır. Əgər zikr etmirsə, Allah'a yad etmirsə, o deməkdir ki, insan qəflətdədir. Yəni qəflət də insanlara görə fərqlənir. Var kafirin qəfləti, tam qəflətdə olması, var asi müsəlmanların qəfləti və bir də var müminin qəfləti. Yəni insanın halına görə qəflət də fərqlidir. Və həmçinin insan qəlbini itaətə zid olan günahdan təmizləməlidir. Yəni bu artıq belə təmizləyərsə qəlbini, qəlb salamat qəlb olur. Təmizlənmiş qəlb. Birinci, şirkdən təmizləməli, ikinci, bidətdən, üçüncü, havadan, nəfsi istəkdən. Çünki bu ixlasa qarşıdır. Hava varsa, nəfsi istək varsa, ixlas olmur. Və həmçinin qəflətdən təmizləməli. İnsan qəflət yuxusundan, yəni ayılmalı. Və həmçinin asilikdən. Beşinci isə günahdan və asilikdən təmizləməlidir. Yəni qəflət insanı tam şəkildə bürüyərsə və həmçinin ona da, yəni zikir də təsir etmir. Oxuduğu da insana təsir etmir. Mümində də ola bilər, yəni müəyyən qəflət olsun, mümin isə başqasından fərqli olaraq Allah'ı andığı zaman, xatırladığı zaman qəflətdən tez yəni oyanır. Çünki Allah Teala buyurur: "İnnellezîne ittaqav izâ messehum taifun mineşşeytani tezekkeru fe izâhum mubsirun." Yəni təqva əhlinə də şeytan bir şeylə toxunduğu zaman, yəni hər hansı bir xətaya, günaha düşürdüyü zaman onlar xatırlayarlar Allah'ı və Allah Teala'nın əzəmətini və Allah'ı xatırladığı zaman dərhal ayılanlardan, görənlərdən olurlar. Amma başqası isə nə qədər zikr etsə də, xatırlasa da, yəni ayılmır. Yəni kim günahlara düşərsə, asiliklərə düşərsə və həmçinin günahlar içərisində davam edərsə, yəni onun insanın qəlbi sağlam ola bilməz, salamat ola bilməz. Əksinə o qəlb xəstə qəlbə çevrilir. Əgər insan o xəstə qəlbi müalicə etməsə, onu aradan qaldırmağa çalışmasa və bu xəstəlik artıq o qəlbin ölməsinə gətirib çıxardır. Və qəlbin xəstəliyinin əlaməti
faydalı qidalarla faydalanmamasıdır və həmçinin dərmanlarla faydalanmamasıdır. Və qəlbin ölməsinin əlaməti isə günah yaralarını hiss eləməməsidir. Yəni günah etdiyi zaman elə bir ki, günah etməmiş kimidir. Necə ki deyilir, fəməli cürhin bimeyyitin iləm. Yəni ölmüş cəsədi yaralanmağın nə təsiri var? Yəni ağrı hiss eləmir. Yəni ölmüş cəsədi nə qədər kəssən də, yaralasan da, yaranı hiss etmir və həmçinin də qəlb öləndən sonra yəni günahları hiss eləmir. Və həmçinin günahların zərərlərindən və həmçinin təhlükələrindən odur ki, insanlara bəlaların üz verməsi, nimətlərin itməsi. Yəni nimətlərin əvəzinə Allah qorusun müsibətlər və bəlaların gəlməsidir. Yəni Allah Teala bəlaları və müsibətləri insanların günahlarına görə nazil edir. Və bəzən insan etdiyi günahına görə ruzidən məhrum olur. Necə ki, bu Səhih isnadla gəlmişdir. Əgər biz ruzidə bərəkət istəyiriksə və həmçinin ömrümüzdə bərəkət istəyiriksə, həyatımızda bərəkət istəyiriksə və həmçinin öləndən sonra o bərəkəti istəyiriksə, ibadətə yönəlməli, itaətə yönəlməli və həmçinin günahlardan çəkinməliyik. Günahlara və asiliyə qarşı səhlənkar olmamalıyıq. Və həmçinin insan onun nə qədər pis nəticəsini, pis təsirini bilməlidir. Yəni insan fikirləşməlidir ki, bir dənə günah Adəm əleyhissalamın o nəim cənnətlərindən çıxmasına gətirib çıxartdı. Hansı ki, ləzzət diyarından, sevinç diyarından, imtihan diyarına, bəla diyarına çıxmasına səbəb oldu. Yəni Allah Teala Adəm əleyhissalama böyük bir kəramət bəxş etmişdir. Onu öz əli ilə yaratmışdır. Və bütün yaranmışlardan Allah Teala onu üstün etmiş və mələkləri ona səcdə etdirmişdir. Və bu cür baxın deyə Allah Teala tərəfindən ona verilən, Adəm əleyhissalam verilən ikrama və Allah Teala'nın Adəm əleyhissalama verdiyi bu nimət, amma bu günah olduğu zaman bunun səbəbi ilə cənnətdən çıxmasına səbəb oldu. Baxmayaraq ki, Adəm əleyhissalam Rəbbinə tərəf yönəldi, tövbə etdi və günahda davam etmədi. Və buradan da fayda olaraq götürürük ki, günahın zərəri labüddür. Hətta insan tövbə etsə belə, müəyyən onun fəsadı insana toxunur, Allah qorusun. Yəni Adəm əleyhissalam cənnətdən indirildi, dünyaya indirildi. Nəyə görə? O qadağan olunmuş ağacdan yediyinə görə. Görün, əgər bir insan cürətlə haram yeyirsə və yaxud alış-verişində yalan danışırsa, onun halı necə olar? Və yaxud faizlə məşğuldursa və yaxud da hilələrlə məşğuldursa və onun qazancı haramdırsa, yediyi haramdırsa, içdiyi haramdırsa, qidalandığı, geyindiyi haramdırsa, yəni o insan Allahın rəhmətindən qovulacağından qorxmurmu? Əgər Adəm əleyhissalam bir loxmaya görə cənnətdən qovuldusa, hansı ki ona izin verilməmişdi ondan yemək, davamlı şəkildə oğurluq edən, oğurluq vasitəsilə yeyən insan, Allah qorusun, hal necə olar? Və həmçinin faizlə məşğul olanın və yaxud alış-verişini qiş edən, yəni aldadan insanın halı necə olar?
Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki eyyuma lehmin nebete min haramin fennaru avla bihi. Hansı ət haramdan bitərsə, od ona daha layiqdir. Hansı ət, yəni hansı bədən nəzərdə tutulan, yəni hansı bədən haramla qidalanarsa, od ona daha layiqdir. Yəni baxın günahın necə də pis nəticəsinə. Allah Teala iblisi lənətlədi, onu qovdu, onun zahirini və batinini dəyişdi və onun surətini ən çirkin surətə çevirdi. Lənət olunmuşların imamı etdi və cəhənnəm əhlinin başçısı etdi onu. Etdiyi günahına görə, asiliyinə görə. Yəni iblis mələklərlə bərabər idi. Onlarla bərabər ibadət edir, Allaha yönəlirdi. Allah Teala mələklərə Adəm əleyhissalama səcdə etməyi əmr etdiyi zaman təşrif səcdəsi deyilir buna. Onlar hamısı Allaha itaat olaraq öz xaliqini razı salmaq üçün səcdə etdilər. Amma iblis isə boyun qaçırdı, səcdə etmədi, təkəbbürlük göstərdi, inatkarlıq etdi və dedi ki, mən ondan daha xeyirliyəm. Yəni Adəmdən daha xeyirliyəm, Adəm əleyhissalamdan. Və Allah Teala'nın ona əmr etdiyi səcdəni tərk elədi. Və Allah Teala buna görə onu lənətlədi və onu məsx etdi. Yəni ona həm daxilini və zahirini ən çirkin formaya saldı. Yəni buna görə namaz qılmayan insan necə qorxmasın? Ona lənətin gəlməməsindən, Allahın rəhmətindən qovulmayacağından necə qorxmaya bilər? Əgər iblis bir səcdəni tərk etdiyinə görə qovuldusa, lənətləndisə, ümumiyyətlə namaz qılmayan insan necə arxain ola bilər? Nə üçün biz bunu düşünməməli, tədəbbür etməməli? Yəni günahların təhlükəsi haqqında düşünməməli. Yəni insan deməməli ki, bu bir günahdır. Bir günahdır, yəni sonra qayıdaram, sonra tövbə edərəm. Yəni insan bilməlidir ki, o günah mütləq şəkildə insana zərəri olur. Və buna görə insan həzər etməlidir. İbn Rəcəb rahimehullah bu barədə geniş danışır. Yəni bəzi insanların dediyi sözlər misal olaraq, bəziləri deyir ki, yəni günahdır, günah edərəm, yəni sonra tövbə edərəm deyir. Günah edərəm, sonra tövbə edərəm. Yəni o insanın misalı zəhər qarışmış balı yeyən insanın misalına bənzəyir ki, bilir ki o baldır, amma içində zəhər var. Və deyir ki, onu yeyərəm, ama sonra müalicə olunaram. Amma bilmir ki, yəni o zəhər onu anında öldürə bilər. Və həmçinin də günah edən insan nə bilir ki, ola bilər günah etdiyi anda ölüm onu yaxalaya bilər. Və yaxud da ölməsə belə, o zəhəri yedikdən sonra yəni elə bir xəstəliyə düşər ola bilər ki, sağalmaz xəstəlik. Və həmçinin yəni insan bilmir, günah anında ölüm onu yaxalamasa belə, amma tövbəyə müvəffəq olacaq, yoxsa olmayacaqdır. Və yaxud o zəhəri yeyən insan xəstəlik olmasın, müalicə olunsa belə, amma əvvəlki vəziyyətinə qayıdır, yoxsa qayıtmır. Və həmçinin o günah edən insan bilmir, yəni o əvvəlki vəziyyətinə qayıdacaq, yoxsa o iman baxımından. Və bunları gətir və sonra deyir ki, ola bilər, bunları da etsin. Fərz edək ki, insan bunları da etsin, amma insan günah etdiyi müddət ərzində nə qədər xeyirlər itirmiş olur. Məsələn, 1 saat, 2 saat günah üzərindədir.
Amma başqası isə o vaxtı salih əməllərdə itaət içərisində keçirir. Yəni onunla bu bir ola bilərmi? Yəni insan bunları düşündüyü zaman günahlardan çəkinməsinə səbəb olur. Və həmçinin günahların zərərlərindən odur ki, yağışın yağmaması, quraqlığın hasil olması və ruzilərdən bərəkətin qaldırılması. Allah Teala Rum surəsində buyurur 41-ci ayədə: "Zaharal fesadu fil berri vel bahri bima kesebet eydin nas." Quruda və suda pozuntu ortaya çıxdı. İnsanların qazandığı günahlara görə. Əlləri ilə, yəni şərt deyək tək əllər olsun, yəni etdiyi günahlara görə. Yəni baş verən bu bəlalar, quraqlıq, qiymətlərin qalxması və bərəkətin qalxması, bunlar əsas səbəb olaraq günahlardır, asiliklərdir. Göylərin və yerin, yəni xəzinəsi Allah Teala'nın əlindədir. Allah Teala Nuh Aleyhisselam haqqında xəbər verərək buyurur ki: "Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara." Mən onlara, yəni öz qövmünə deyir ki, istəğfiru, Rəbbinizdən bağışlanma diləyin. O həqiqətən çox bağışlayandır. Yursilis səmə aleykum midrara. O göydən sizə bol yağış endirər. Və yumdidkum bi amwalin və bənin. Və sizə çoxlu mal, dövlət və oğul uşaq əta edər. Və yec'al lekum cennetin və yec'al lekum enhara. Və sizin üçün bağ-bağçalar yaradar və çaylar axıdar. Mə ləkum la tərcunə lillahi vəqara. Yəni nə olub siz Allahı təzim etmirsiniz, yəni ucaltmırsınız. Yəni günah edən insan yəni Allahı təzim etmiş sayılmır. Çünki insan günahdan əvvəl, etməzdən əvvəl Allahın əzəmətini xatırlayarsa, mümkün deyil ki, insan günaha addım atsın. Çünki həmən vaxtda insan cahil olur. Yəni günah etdiyi zaman insan Allahın əzəmətini bilmir və yaxud da unudur. Amma itaətlərə gəldikdə isə itaətlər və ibadətlər hər bir xeyrin səbəbidir. Yəni elə bir xeyir yoxdur ki, onun səbəbi itaət olmasın. Amma elə bir şər yoxdur ki, onun səbəbi günahlar olmasın. Ona görə insan Allah qatında olanı istəyirsə, onu itaətlə əldə edə bilər, günahla yox. Və həmçinin nemətlərin, bəlaların soğuşdurulması yenə itaətlərləndir. Necə ki buyurur İbn Qayyim rahimehullah: "Və məstuclibət ni'amullah bi şeyin kəmitli taatihi." Nemətlər itaət kimi başqa bir şeylə cəlb olunmamışdır. "Və la dufi'at ni'amullah və stuclibət niqamu bi şeyin kəmitli məsiyyəti." Və həmçinin nemətləri dəf edən, uzaqlaşdıran və müsibətləri gətirən günah kimi, asilik kimi başqa bir şey yoxdur. Allah Teala Kur'an'da buyurur: "وَمَنْ يَعْصِ اللّٰهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمْ." Kim Allah'a ve Resulüne asi olarsa, onun için cehennem odu vardır. Yani bu ayəni oxudum mu ve bu ayənin mənasını düşündüm mü? Ve qəlbinə daxil oldu mu, kim asi olarsa, o insan, Allah'a asi olan insan əzabla hədələnmişdir. Həmçinin günahların zərərlərindən ağlın zəifləməsidir. Yəni bir insan Allah'a asi olarsa, bu onun insanın ağlının zəifliyindən irəli. Əgər həqiqətən ağlı yerində olsa insanın günaha düşməz. Günah insanın ağlının zəifliyinə dəlalət edir. Çünki o günahı edən insan işlərin nəticəsinə baxmamışdır. Yəni ağıl insandan onu gərəkdirir ki, nəticəyə baxsın. Və həmçinin ağıl sözü ərəb sözüdür. Aql. Haqalə ərəb dilində bağlamaq deməkdir. Haqalə aqil. Peyğəmbər sallallahu aleyhi ve sellem "İ'qilhə və təvəkkəl." Yəni sən dəvəni bağla və təvəkkül et. Ağlın deyir, yəni bunun nə, yəni bağlamaqla nə əlaqəsi var? Yəni ərəb dilində elədir ki, onun öz mənası ilə bu sözü, yəni bağlılığı olur həmişə, çox vaxt daha doğrusu.
Yəni alimlər gətirir ki, ağıl bağlamaq sözündən götürür və sahibini xeyirli işlərə bağlayır və pis işlərə qarşı bağlayıb saxlayır, getməyə qoymur. Demək, əgər insan yaxşı işlər görmürsə və pis işlərdən çəkinmirsə, deməli o insanın ağlında problem var. Yəni ağıl zəif olmasaydı, yaxşı olsaydı, salamat olsaydı onu bağlayıb saxlayardı xeyirli işlərdə. Və həmçinin yəni biz nəyi bilməliyik? Kimə qarşı çıxdığımızın əzəmətini bilməliyik. Yəni günah etdiyimiz zaman günahın balacalığına yox, yəni ola bilər günahlar fərqlənir, böyük günah var, kiçik günah var. Və bəzən insanlar yəni deyir ki, bu kiçik günahdır, günahın kiçikliyinə baxır və şeytan ona bəziyir günaha, gözəl göstərir. Və bilin ki, şeytan bir xəbisdir. Yəni şeytan heç vaxt bizə xeyir istəmir. Yəni o atamız Adəm əleyhissalama hilə vurmuş. Yəni bizi başlı başına buraxar mı? Və bu müharibə də davam edəcəkdir. Yəni o insanları özü ilə bərabər aparmaqda davam edir və söz verib buna, necə ki Qur'anda keçir, qalə fəbi'izzətikə ləuğviyənnəhum əcməin. Allah'a deyir ki, sənin izzətində and olsun ki, onların hamısını azdıracağım. İllə ibadəkə minhumul muxlasin. Yalnız sənin xalis, ixlaslı bəndələrindən başqa. Demək, şeytan yəni söz verir ki, zürriyyəti azdıracaq. Yəni Adəm əleyhissalamın zürriyyətini. Yəni şeytan tərəfindən insanlar, Adəm əleyhissalamın zürriyyəti hədəfdədir. Yəni bunu biz başa düşməliyik. Yəni şeytan bizdən birinə gəlir, günahı gözəl göstərir. Və günahların başqa adlarla adlanması da bu şeytan tərəfindən. Yəni günahdır, öz adı ilə adlandığı zaman yəni insan ondan qorxur, çəkinir. Amma görürsən ki, insanlar çəkinməsin deyə ona maraqlı adlar verir. Və bəziyir ki, insanlar ona asanlıqla düşsünlər deyə. Və düşəndən sonra da şeytan özü uzaqlaşır. Necə ki Allah Teala buyurur: "Və iz zeyyene lehumuş-şeytanu a'malahum və qala la galibe lekumul-yevme minen-nasi və inni carun lekum." Və o vaxt ki şeytan insanlara əməllərini gözəl göstərdi və dedi ki, bugün sizə insanlardan heç kəs qalib gələ bilməz, mən də sizin yanınızdayam. وَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَسَ عَلَى عَقِبِهِ. Artıq o iki dəstə qarşılaşdığı zaman döyüşdə arxa çevirdi. وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ. Və dedi ki, mən sizdən uzaqam. İnni ara mə lə tərəun. Mən sizin görmədiklərinizi görürəm. İnni əxafullah. Mən Allahdan qorxuram. Vallahu şədidul iqab. Və Allah Teala'nın cəzası şiddətlidir. Demək, şeytan insanı günaha düşürənədək ona insana gözəl göstərir. Yaxşıdır, əladır, superdir və insan günaha düşəndən sonra uzaqlaşır. Demək, şeytan və beləliklə gözəl göstərilən insanları günahlara sürükləyir. Düşürdükdən sonra isə deyir ki, mən də yəni uzağım. Xüsusən də burada döyüşdə onlara vəd verirdi. Amma böyük olandan sonra deyir ki, mən sizin görmədiklərinizi görürəm. Və döyüşdə aqibət müttəqilərin olur. Və kafirlərə və müşriklərə müsibət üz verir. Və onlardan neçəsi öldürülür, neçəsi əsirdir, xüsusən Bədir döyüşündə olan ayələrdir. Yəni görün şeytan nə edir? Kəməfəli şeytan idqal el-insani fur. Yəni şeytanın misalı kimi insana deyir ki, kafir ol. Fələmmə kəfara qal inni bəriyun mink. O da kafir olandan sonra deyir ki, mən səndən uzağam. İnni əxafullaha rabbəl aləmin. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram deyir. Sultan deyir. Allah Teala buyurur ki, فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدَيْنِ فِيهَا. Bunların ikisinin də aqibəti, şeytanın da və o kafir olanın da aqibəti cəhənnəmdə əbədi qalmaqdır. Və dəlikə cəzəul zalimin. Və bu da zalimlərin cəzasıdır.
Və buna görə də insan şeytanın məkrindən, yəni hiləsindən həzər etməli, çəkinməli. Və Allah Teala bəyan edir ki, Quranda, Ərəf surəsində: "Ya bəni Adəm la yeftinennekumüş şeytan kema axraca abawaykum minel cenne yenzi'u anhuma libasahuma liyuriyahuma sawatihima." Ey Adəmin zürriyyəti, evladları, yəni şeytan sizi fitnəyə düşürməsin. Necə ki, sizin valideynlərinizi cənnətdən çıxartdı. Onların paltarını çıxartdı ki, onlara ayıb yerlərini göstərmək üçün. Fəhəl hunək a'zam min həzəl bəyan. Bundan da açıq bir bəyan ola bilərmi? Açıq aydın Allah Teala Qur'anda yəni düşməni bizə tanıdır. Ki insan düşmənin kim olduğunu bilsin, necə hiləgər olduğunu bilsin. İnne şeytanə lekum aduvun fəttəxiduhu aduva. Yəni şeytan sizin düşməninizdir. Yəni onu özünüzə düşmən tutun deyir. İnnemâ yed'u hisbehu liyekûnu min ashabis sa'ir. Və o özünə tabi olanları cəhənnəm əhli olmağa çağırır. Yəni Allah Teala'nın bizə olan nemətidir ki, düşməni tanıdıb, necə hiləgər, necə qəddar bir düşmən olduğunu. Və buna görə də insan Allahın əmrinə icabət etməli, Allaha itaat etməli və günahlardan həzər etməlidir. Həqiqətən günahlar fərqlidir. Biri digərindən daha böyük, digərindən daha təhlükəlidir. Və insan çalışmalıdır, hər birindən uzaq olsun və günaha düşdüsə yenə tövbə eləsin. Və həmçinin böyük günahlardan biri də insanların haqlarına qarşı həddi aşmaqdır, oğurluq olsun və digər haqların tapdalanması olsun. Bu da böyük günahlara aiddir. Alış-verişdə, tərəzidə aldatmaqdır, böyük günahlara aiddir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, وَمَا أَنْقَسَ قَوْمَ الْمِكْيَالَ وَالْمِيزَانِ إِلَّا ابْتُلُوا بِالسِّنِينَ. Yəni, hər hansı bir qövm tərəzidə, ölçüdə aldadarsa, yəni onlar quraqlıqla imtihana çəkilərlər. Və başçının zülmü ilə imtihana çəkilərlər. Və sıxıntı ilə imtihana çəkilərlər. Deməli, hər hansı bir qövm tərəzidə və ölçüdə aldadarsa, gələn bəla, quraqlıq, sıxıntı və başçının zülmü və bu günahlara görə bu kimi bəlalar yəni hasil. Ona görə insanlar yəni əməllərə diqqət yetirməli. Və həmçinin oğurluq barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "La'anallahu sariqə yesriqul beyda və tuqta yadu." Və Allah Teala o lənət eləsin ki, bir yumurta oğurlayır və ona görə əli kəsilir. Və ya bir kəndir oğurlayır, ona görə əli kəsilir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bütün bunları bəyan edir. Bunun nə qədər təhlükəli olmasını bildirir. "La yahillu malu imri'in muslimin illa bi tayyibin min nafsihi." Və bir müsəlmanın malı digərinə halal olmaz, könül xoşluğu olmadan, yəni könül xoşluğu ilə verməzsən. Və buna görə də buna da diqqət yetirməli, haqq məsələlərinə. Yəni insanın özü ilə Rəbbi arasında olan günahları Allah Teala bağışlayır. Lakin insanlar arasında olan isə, yəni bu halallıq verilməsə bağışlanmır. Yəni ona görə bu daha ağır olur. Yəni haqq baxımından, halallıq alma baxımından daha şiddətlidir. Və həmçinin böyük günahlardan, bəlalardan, təhlükəli əməllərdən biri də zina fitnəsidir. Allah qorusun. Və bu da böyük və təhlükəli, dağıdıcı günahlardan sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَمَا فَشَتِ الْفَاحِشَةُ فِي قَوْمٍ حَتَّى يُعْلِنُوا بِهَا إِلَّا فَشَتْ فِيهِمْ الطَّوَاعِينَ وَالْأَوْجَاعَ الَّتِي لَمْ تَكُنْ فِي أَسْلَافِهِمْ. Yəni hər hansı bir qövmdə yəni fühuş işlər ortaya çıxarsa, zina olsun və yaxud da üzdən iraqlar olsun, bunlar və bunu aşkar edərlərsə, o qövmdə taun xəstəlikləri və onların əcdadlarında olmayan xəstəliklər, bəlalar, ağrı, acılar ortaya çıxar. Və bu gündə baş verən yoluxucu xəstəliklər olsun insanlar arasında, demək olar ki, bu cinayətlərin səbəbi ilədir. Və bu cinayətlər çoxaldığı zaman nə qədər bəlalar ortaya çıxır və tələb olunan da insanın üzərinə düşən
özünü və ailəsini və ətrafı bundan qorunmağa yəni çalışması. Və bəzən insanlar bunu görürlər, kanallarda görürlər və artıq insanlarda yəni qeyrət ölür, adiləşir və din də qeyrətin altında yerləşir və demək olar ki, qeyrəti olmayanın dini olmur. Və ona görə insan Allahın dinindən möhkəm yapışmağa çalışmalı və bilməlidir ki, əvvəlki qövmlərdə bunlar olub, Allah Teala onlara bəla göndərib, yəni elə qövmlər olub ki, onları köklü məhv edib. Yəni əgər onlara bu günahlara görə bu bəlalar gəlibsə, yəni Allahın əzabı indi də heç də uzaq deyildir. Allah Teala Ankabut surəsində buyurur: فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ. Yəni əvvəl keçmiş olan ümmətlərdə olan bəlalardan danışır, müsibətlərdən. Onların hər birini günahına görə yaxaladıq. Yəni fikir verin, Allah Teala buyurur: فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ. O məhv edilən ümmətlər haqqında onların hər birini günahına görə yaxaladıq. فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا. Onlardan bəzilərinin üzərinə daş yağdırdı. Yəni Lut qövmünün üzərinə daş yağdı. Göyə qaldırılıb, yerə çırpılıb, üstəlik daş da yağdırıldı. وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ. Və elələri isə səslə, tükürpədici səslə məhv edildi. Səslə Allah Teala məhv edib. وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ. Və bəzilərini xəsf etdik, yəni yerə batırdıq. وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا. Və bəzilərini isə suda qərq etdik. وَمَا كَانَ اللّٰهُ لِيَظْلِمَهُمْ. Allah Teala onlara zülmədən deyildir. وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ. Lakin onlar, insanlar öz-özlərinə zülm edirlər. Və eyni günahlar indi də təkrarlanırsa, yəni kimsə arxayın olmasın. Yəni Allah Teala'nın əzabı hər an gələ bilir. Allah Teala'nın əzabı وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ. Allahın əzabı zalimlardan heç də uzaq deyildir. Yəni Allah Teala möhlət verir. Möhlət verir. Və bəzən də insanı arxayın salan, günah etdiyi zaman dərhal bəlanın, müsibətin gəlməməsi olur. Amma sonra Allah Teala yaxaladığı zaman şiddətli yaxalayır. Və kədəlikə əxdu rabbikə idə əxadən qura və hiyə zalimə innə əxdahu əlimun şədid. Və həmçinin sənin Rəbbinin o zalim məmləkətləri yaxalaması da belədir. Yaxaladığı zaman şiddətli yaxalayır. Yəni Allah Teala möhlət verir ki, insan aylar tövbə edər. Əgər davam etsə, qayıtmasa, Allah Teala'nın yaxalaması olduqca şiddətli olur. Və buna görə yəni Allah Teala bütün bunları Qur'anda misal olaraq çəkir ki, yəni insan ibrət alsın. Yəni Qur'an ona görə deyil ki, sadəcə insan oxuyub keçsin. Yəni bunlardan ibrət almalıdır. Yəni əvvəlkilərin başına gələn o cəzalar, müsibətlər boş yerə olmayıb, onların günahlarına, asiliklərinə görə olub və Allah Teala bununla bizi də çəkindirir ki, əgər bizdə də bu günahlar olarsa, yəni bizi də gözləyir. Allah Teala istəyirik ki, hər birimizi özünün razı qaldığı, sevdiyi əməllərə müvəffəq etsin və işləyib yaxşısına tabi olanlardan etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi və səlləm.